Azerbaycan, Azerbaycan, ey kahraman evladım şanlı vatanın, ey kahraman evladım şanlı vatanın. 107 il bundan əvvəl 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi. Ölkənin sərhədləri müəyyənləşdirildi. Bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dilinə edildi. Ordu quruculuğu sayəsində ciddi tədbirlər həyata keçirildi. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan. Sen bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azerbaycan. Nə xoş mənə ki, altında Məmməd Əmin Rəsulzadə imzası olan bir ölkədə yaşayıram. Azərbaycanımızı yaradanlar daim ürəyimizdə yaşayacaqlar. Biz də hər zaman sənin azadlığın və müstəqilliyin uğrunda mübarizə aparmağa hazırıq. Müstəqillik günümüz mübarək.